Bir daha salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Ən son yenilənmiş məlumatı sizin nəzərinizə çatdırıram. Hal-hazırda oktyabr ayının 16-sıdır. Bugündən etibarən hava şəraitinin dəyişilməsi gözlənilir. Bir daha qeyd edək. Bugün günün ikinci yarısından etibarən canlı sizə məlumatlar çatdıraq. Respublika ərazisində hava şəraiti dəyişir. Bakı Abşeron yarımadası üzrə günün ikinci yarısından etibarən küləklərin başlaması gözlənilir və yağıntı ehtimal olunur. Respublikamızın ən çox yağıntı düşəcəyi bölgə cənub bölgəsi olacaq. Xüsusilə Lənkərana çox güclü yağıntı yağacaq və su basmaları gözlənilir. Hansı bölgələrdə yağıntılar olmayacaq? Respublikamızın qərb bölgələrində yağıntıların bir qədər zəif olması ehtimal olunur. Qazax, Gəncə, Akstafa, Şəmkir, Tovuz bölgələrinə və Naxçıvan Muxtar Respublikasına demək olar ki, yağıntı yoxdur və yerdə qalan bütün bölgələrə yağıntı ehtimal olunur. Bu proses sabah gün ərzində davam edəcək və 18-ci günün ikinci yarısına qədər yağıntılar olması ehtimalı var. 18-ci yağıntılarda fasilə olacaq. Ayın 19-u qısa fasilə olacaq. 20-sində isə yenidən soyuq hava kütləsinin gəlməsi gözlənilir. Ətraflı məlumatlar olacaq. Bizləri izləməyi unutmayın.